Salam, xoş gördük sizləri, dəyərli şagirdlər və müəllimlər. Bugün bizim yeni dərsimiz ədəbiyyat nəzəriyyəsindən ədəbi növlər və janrlar mövzusudur. Ə, Ümumiyyətlə, bundan öncəki dərslərimizdə ədəbiyyatı əks etdirmə üsullarından danışmışdıq. Ədəbiyyatda həyatı əks etdirmə üsullarından. Bilirik ki, ədəbiyyatda həyatı əks etdirmənin ilk öncə yada salaq, üç üsulu var idi. Tərənnüm var idi, təsvir təhkiyə var idi, bir də göstərmə var idi. Biz burada tərənnüm formasında yazılan əsərləri daha çox lirik növün janrlarına aid eləmişdik. Bir də yadda saxlayırıq ki, tərənnüm sırf müsbət mənada ifadə edilən bir termindir. Yəni, satira xarakterli, tənqid xarakterli əsərlərdə tərənnüm olmur. Müsbət, məth edici əsərlərdə daha çox tərənnümdən istifadə olunur. Təsvir təhkiyə anlayışını biz epik növlə daha çox əlaqələndiririk. Təsvir, hadisə, yəni hər hansı bir obrazın xarici görünüşünün sözlə ifadəsi, hadisənin sözlə danışılması, təsviri, ifadəsi, biz buna təsvir deyirik. Təhkiyə də eynən danışıq üsulu deməkdir. Daha çox epik növün janrlarında biz bu xüsusiyyətləri görə bilirik. Amma təsvir təhkiyə o demək deyil ki, sadəcə epik növün janrlarında ola bilər. Bəzən ola bilər ki, dramatik növün janrında da düzdür. Dramatik növdə daha çox əyani göstərmə əsasında qurulur əsərlər. Amma ola bilsin ki, burada da onsuz da biz həm nəzm, həm nəsirdən istifadə etdiyimiz üçün müəyyən mənada təsvirə yenə də yer verilə bilər. Gəldik indi həyatı əks etdirmə üsullarına uyğun olaraq ardıcıl ədəbi növ və janrların izahına. Deməli, dəyərli dostlar, bədii əsərlər dedik, həyatı əks etdirmə üsullarına görə yenə də üç qrupa bölünür. Lirik növ, epik növ və dramatik növ. İlk öncə lirik növümüzdən başlayacağıq. Hal-hazırda keçdiyimiz dostlar, yazılı ədəbiyyatın lirik, epik, dramatik növüdür. Biz artıq ümumi nəzəriyyə bitdikdən sonra şifahi xalq ədəbiyyatının lirik, epik, dramatik növünü öyrənəcəyik sizlə. Deməli, lirik növ nə deməkdir? Lirik növ bayaq da dediyim kimi daha çox tərənnümlə bağlıdır dostlar və lirik növün əsas əlaməti müəllifin öz hisslərinin, öz həyəcanlarının, fikir və arzularının təsirli dillə ifadə olunması deməkdir. Və lirik əsərdə müəyyən bir hadisədən danışılmır. Burada hadisədən alınan təsirdən, hadisədən alınan o təsirə uyğun olaraq müsbət və ola bilsin ki, lirik növdə tənqidi fikirlərini yazıcı ifadə edə bilər. Eyni zamanda lirik əsərlərdə fikirlər, duyğular bir-biri ilə vəhdət təşkil edir dostlar ki, belə ki, insanın sevinci, kədəri, ümidsizliyi, uğuru ilə bağlı hisslər əsasən lirik növdə yazılan janrlarda öz əksini tapır. Eyni zamanda lirik növ ümumiyyətlə yadda saxlayırıq ki, ani, qüvvətli ehtirasların, həyəcanların məhsulu kimi meydana çıxır. Buna görə də lirik əsərlər öz emosionallığı ilə də seçilir bir baxıma və lirik əsərdə əsas qəhrəman elə müəllifin özüdür və buna lirik qəhrəman da deyilir. Çünki demək ki, lirik əsərlərdə əsərin yazıcısı, müəllif lirik qəhrəman səviyyəsinə çıxır. Lakin unutmaq olmaz ki, burada ifadə olunan duyğu yalnız müəllifin deyil, minlərlə insanın duyğusu ola bilər. Yəni, məsələn, Cabir Novruzun "Mən bütün anaları günəşlə tən sayıram, tən tuturam" şeirində dostlar, orada anaya olan heyranlığını ifadə edir Cabir Novruz. Amma həmin o şeirdə "Mən bütün anaları günəşlə tən tuturam" dediyi zaman bu bütün demək olar ana olana aid olan, bütün övladların sanki içindən gələn sözlər kimi səslənir. Buna görə deyirik ki, bu sadəcə yadda saxlayırıq ki, müəllifin içinin həyəcanı deyil, eyni zamanda ümumma da aid ola bilər. Yəni, bu duyğu yalnız müəllifin deyil, minlərlə insanındır. Bunu bu şəkildə yadda saxlamaq lazımdır. Deməli, indi bura keçirik. Lirik şeirin əsas surəti, bayaq dedik, onun müəllifidir. Bu, bayaq dediyim fikirlər idi. Və lirik əsərlərdə, bayaq mən dediyim kimi, ümumiləşdirmədən istifadə edildiyinə görə müəllifin emosional aləmi, bayaq dedik, minlərlə insanın daxil aləmindən xəbər verir.
Bu mənada lirik qəhrəman demək ki, necə obrazdır dostlar? Ümumiləşmiş obrazdır. Və lirik əsərlər epik əsərlərlə müqayisədə həcminə görə daha kiçik olurlar təbii ki. Və lirik əsərlər məzmun etibarilə əsasən iki qrupa bölünür dostlar. Belə ki, məhəbbət lirikasından yazılan lirik əsərlər, bir də ictimai siyasi lirikaya aid olan lirik əsərlər. Məhəbbət lirikası qadına olan məhəbbət, insanın insana olan məhəbbəti, lirik qəhrəmanın sevgilisinə olan səmimi hissləri mühüm yer tutur. Buna biz məhəbbət lirikası deyirik. Məsələn, Molla Pənah Vaqifin Pəri qoşmasıdır, Zakirin Badi Səba mənim dərdi dilimi qoşmasıdır. Eyni zamanda məhəbbət lirikasından bəhs eləyən Məhəmməd Füzulinin Məni candan usandırdı qəzəlidir. Eyni zamanda İmadəddin Nəsiminin Yanaram qəzəlidir. Bunlar hər biri məhəbbət lirikasında yazılmış əsərlərdir. Eyni zamanda ictimai siyasi lirika bəs nə deməkdir dostlar? İctimai siyasi lirika yadda saxlayırıq ki, mövcud quruluşa, idarə etmə üsuluna, beynəlxalq aləm, sülh, müharibə, azadlıq, ölkə, vətən kimi məsələlərə həsr olunan şeirlər burada nəzərdə tutulur. Yəni burada da nə deyir? Şairin quruluşa, ölkənin idarə olunmasına, ictimai siyasi hadisələrə münasibəti burada öz əksini tapır ictimai siyasi lirikada. Məsələn, Aşıq Ələsgərin Çıxıbdır rədifli qoşması, Vaqifin Görmədim müxəmməsi, Bax qəzəli, bunlar hər biri ictimai siyasi lirikaya aid əsərlərdir. Eyni zamanda əlavə olaraq da təbiət gözəlliklərinin tərənnümünə həsr olunmuş əsərlərimiz də var. Bunlara təbiət və ya peyzaj lirikası deyirik biz dostlar. Eyni zamanda bura misal olaraq biz Aşıq Ələsgərin Dağlar qoşmalarını, Yaylaq qoşmasını misal olaraq göstərə bilərik. İndi gələk lirik növünə bağlı ümumi qeydlərə, hansı ki biz bunu testlərdə qarşımıza çıxacaq. Doğru fikirləri seçin, yanlış fikirləri seçin, hissələrində çox rastlaşacağıq. Məsələn, orada bir hissədə deyiləcək. Lirika yığcam və emosional xarakter daşıyır. Bunu da yəqin ki bildiniz. Biz bayaq dedik ki, lirik növdə yazılan əsərlər həcminə görə daha kiçik olurlar, yığcam olurlar. Bir də bayaq biz dedik ki, ani qüvvətli həyəcanların məhsulu olduğu üçün daha emosional xarakter daşıyır. Buna görə bu doğru fikirdir. Lirikada müşahidə edilən obyektə subyektiv münasibət ön plana çıxır. Yəni, obyekt nədir dostlar? Üzərində iş görülən əşyadır. Subyekt nədir? İşi görəndir. Demək ki, lirikada obyektə subyektiv münasibət ön plana çəkilir daha çox. Biz bayaq nə dedik? Dedik ki, lirik növdə yazılan əsərlərdə yəni hadisə danışılmır. Hadisədən çıxan təəssürat burada ön plandadır. Buna görə deyirik ki, obyektə subyektiv münasibətimizi biz ön plana çəkirik. Və lirika təəssüratın, düşüncənin, qüvvətli həyəcanların bayaq dedik məhsuludur. Bunu da doğru fikir olaraq götürəcəyik. Lirikada tərənnümün əsas götürülməsi də doğrudur. Eyni zamanda, əgər desək ki, lirik növdə olan bütün əsərlərdə tərənnüm olur, bu yanlış fikirdir. Bayaq mən nə dedim dərs keçəndə? Dedim ki, əgər satiradırsa, tənqidi fikirlər varsa, burada tərənnüm yoxdur. Çünki lirik növdə kifayət qədər satirik şeirlərə rast gəlinir. Buna görə bütün əsərlər deyir, tərənnüm formasında yazılır, lirik növdə deyilsə, biz bunu yanlış götürəcəyik dostlar. Eyni zamanda yadda saxlayırıq ki, lirik növün, siz bilirsiniz ki, lirik növ həm şifahi, həm yazılı ədəbiyyatda özünü göstərir. Lirik növün şifahi xalq ədəbiyyatında janrları, nəğmələr, mahnılar, bayatılar və ağılardır. Yazılı ədəbiyyatda isə janrları qəzəl, qəsidə, qitə, rübai, mürəbbi, müxəmməs, müsəddəs, tuyuq və s. kimi janrlarımızdır. Bir də var dostlar, aşıq şeir janrları. Aşıq şeir janrları daha çox bizim ədəbiyyatımızda 19-cu əsrdə demək olar ki, aşıq şeiri daha çox inkişaf eləyibdir. Və aşıq şeiri deyəndə ağlımıza daha çox Aşıq Ələsgər, onun şeirləri, ondan da öncə Molla Pənah Vaqif gələ bilər ağlımıza. Çünki qoşma yazan sənətkar olaraq qalır ağlımızda. Demək ki,
tarixi əslində qədimdir aşıq şeirinin. Çünki aşıq şeir janrları bir baxıma, məsələn, qoşma və gəraylılar hətta ta qədim dövrlərdən, dastanlarımızdan meydana çıxıbdır. Məsələn, dastanlarımızda bilirsiniz ki, nəzmlə nəsr növbələşməsi var dostlar və nəzm hissələri əsasən burada aşığın saz üzərində ifa etməsi ilə deməli göstərilir. Bir də məsələn biz Koroğlu eposunu yadımıza salsaq, buradakı nəzm hissələri qoşma və gəraylılardan ibarət idi. Deməli, aşıq şeir janrları tamamilə başqa bir mövzudur. İndi biz hələ ki lirik, epik, dramatik növün janrlarındayıq. Təbii ki, aşıq şeir janrları da lirik növün janrlarına daxildir. Sadəcə bu dərsimizi biz daha ayrı formatda keçəcəyik sizlərlə. Gələk lirik növün janrlarına. Deməli dostlar, klassik ədəbiyyatda işlənən şeir növlərinə baxsaq, ümumiyyətlə biz sizlə bundan öncəki dərsimizdə keçmişdik nəyi? Deməli, vəzinləri. Vəzinlərdən əruz vəznini keçəndə biz demişdik ki, əruz ərəb şeir ölçüsüdür. Çadırın ortasına vurulan dirək, şeir haqqında elm mənalarını verir və əruz vəznində yazılan əsərlər beytlər formasında, bəndlər formasında, dördlük formasında yazıla bilir. Dostlar, bu nə deməkdir? Dördlük və ya bənd. Məsələn, uşaqlar deyirlər ki, ay baba, bu eyni bir şey deyilmi? Həm eyni bir şeydə, eyni bir şey deyil belə baxanda. Misra sayına görə ola bilsin, oxşarlıqlarımız ola bilər. Amma sırf yadda saxlayın ki, dostlar, sırf dördlük şəklində yazılan şeir dediyimiz zaman biz sadəcə bir bənddən ibarət 4 misralıq şeir nəzərdə tutulur. Amma bəndlər şəklində olanlar deyəndə, təbii ki, burada da 4 misralıqlar var. Amma bir bənd yox, bir neçə bənddən ibarət olurlar. Oldu mu? Bu baxıma, deməli, sırf dördlük şəklində yazılan, yalnız bir bənddən ibarət olan deyirsə, ağlımıza rübai və tuyuq gələcəkdir. İndi bunlar haqqında da indi sizə danışacağım. İlk öncə beytlərdən başlayaq dostlar. Beytlər bilirik ki, beyt ikilik deməkdir. Biz demişdik ki, beyti təşkil edən misralar arasında məna bağlılığı olmalıdır. Belə ki, beyt şəklində yazılan yazılı ədəbiyyatın lirik növünə aid olan janrlar hansılardır? Qəzəl, qəsidə, qitə və məsnəvi janrlarıdır. Dördlük şəklində olan rübai və tuyuq oldu. Bəndlər şəklində olanlar mürəbbi, müxəmməs, təxmis, müsəddəs, müsəmmən, müəşşər, bir sürü növlər var əsasən, amma biz daha çox bizə lazım olanları qeyd edəcəyik dərsimizdə. Deməli, qəzəl janrından ilk öncə başlayaq beytlər formasında yazılan. Deməli, klassik şeirin əsas növüdür dedik. Qəzəl əsasən əruz vəznində yazılır. Əruzun müxtəlif bəhirlərindən burada istifadə oluna bilər. Qəzəldə beytlərin sayı 5, 10 və daha çox ola bilər. Qəzəlin ilk beyti dedik ki, ilk iki misrası sərbəst qafiyələnir, yəni AA şəklində gedir. Sonraki misraları isə birinci misrası sərbəst, digəri birinci beytlə qafiyələnir. Yəni belə gedəcək. AA birinci beytdə, BA, sonra CA, sonra DA şəklində qafiyələnəcək. Yəni, digər beytlərdə birincilər sərbəst olacaqdır, ikincilər birinci beytlə qafiyə təşkil edəcəkdir dostlar. Və ilk misra yadda saxlayırıq, biz bunu beyt anlayışında da keçmişdik ki, əsasən bizim birinci beytimiz olacaq mətlə beyt, sonuncu müəllifin adının qeyd olunduğu beyt olacaq məqtə beyt, digər beytlərdən isə ola bilər ki, həm mətlə məqtə ola bilər, həm digər beytlərdən təşkil olunur, bir də şah beyt anlayışımız var. Bu isə məzmunca daha təsirli olan beytə deyilir və şah beyt anlayışı dedik, şeirin məzmun xüsusiyyətlərinə daxil olan deməli bir xüsusiyyətdir. Deməli dostlar, qəzəlin son beytində adətən şair öz təxəllüsünü işlədir. Yadda saxlayırıq. Sadəcə burada deyir ki, Qazi Bürhanəddinin qəzəlləri istisnadır. Yəni, o öz qəzəllərində adını verməyib. Amma genel olaraq uşaqlar qəzəlin xüsusiyyətləri içərisində var ki, sonda müəllif öz adını qeyd eləyir. Təbii ki, bəzi qəzəllər ola bilər ki, ad qeyd edilməyə bilər. Eynən Qazi Bürhanəddin kimi. Başqalarında da ola bilər, eləsi var ki, ad qeyd edilməyə bilər. Amma deməli, gələn etibarilə qəzəlin son beytində təxəllüs verilir. Deməli,
Belə ki, biz qəzələ daha çox məhəbbət mövzusunda yazıldığını gördüyümüz üçün aşiqanə bir şeir janrı deyirik dostlar və qəzəlin ilk beytidir, mətlə adlanır, sonuncu məqtə adlanır. Ana dilimizdə ilk qəzəlin müəllifi İzzəddin Həsənoğlu sayılır dostlar. Onun bizə türkcə 3, farsça 1 qəzəli gəlib çatıbdır. Orta dövr Azərbaycan ədəbiyyatına aiddir və ana dilli qəzəlin ən gözəl nümunələrini də Məhəmməd Füzuli yaradıcılığında dostlar siz görəcəksiniz ki, Məhəmməd Füzuli ana dilli qəzəlin mükəmməl nümunələrini yaratmışdır. Eyni zamanda davam eləyək. Məsələn, məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yanda ahimdən, muradım şəmi yanmazmı demişdi Füzuli. Bu hissələrində də diqqət eləsəz, qamı bimarinə canan, dəvai dərd edər ehsan, niçin qılmaz mənə dərman, məni bimar sanmazmı? Bu qəzəl Məhəmməd Füzulinin gördüyünüz kimi, bax, sonda da, son beytini də bura qoyublar. Füzuli rindü şeydadır, öz dedik, təxəllüsünü verir. Həmişə xəlqə rüsvadır. Sorun kim buna sevdadır, bu sevdadan usanmazmı? Bol-bol bədii ifadə və təsvir vasitələrindən istifadə edib, bədii sualdan burada istifadə edib də məhəbbət mövzusundadır. Demək olar, qəzəlin bütün xüsusiyyətlərini bunun üzərində görə bilirik biz. Belə. Daha sonra gəldik qəsidə janrımıza. Qəsidə eynən yadda saxlayırıq ki, dostlar, qəzəl kimi ikilik şeir janrıdır. Qəzəl kimi qafiyələnir. Eynən qəzəldə necə A, A, B, A, C, A, Ç, A-dırsa, eynən bunda da bu şəkildə qafiyələnir. Sadəcə qəsidə qəzəldən həcmcə daha böyük olur, məzmun da biraz daha fərqli olur. Belə ki, qəsidə dəbdəbəli və təntənəli üslubu ilə seçilən şeir janrıdır və yadda saxlayırıq ki, həcminin çox olmasına görə ən azı 15 beyt olur demək olar ki, qəsidənin ən azı qəzəldən həcminə görə daha çox fərqlənir. Belə ki, saray şairləri tərəfindən yaradılıbdır qəsidə janrı. Buna görə də dəbdəbəli, təmtəraqlı şeir adlanır və saray şairləri həm də qəsidənin müxtəlif növlərini yaratmışlar dostlar. İndi görəcəksiniz siz. Burada da deyir ki, deməli, qəsidənin tövhid, minacat, nət, mətiyyə, fəxriyyə, mərsiyə, həcv və mərsiyə deyə növləri var dostlar. Demək ki, qəsidə dedik beytlərin ən az 15, daha çox 200-ə qədər olan beytləri var. Elə məsələn Məhəmməd Füzulinin sırf qəsidələr divanı var dostlar və ədəbiyyatımızda qəsidə ustadı Xaqani, Şirvani hesab edilir dostlar. Amma ilk qəsidəni yazıbdı Qətran Təbrizi 10-cu əsrdə və klassik, üzr istəyirəm, 11-ci əsrdə. Klassik ədəbiyyatımızda Xaqaninin qəsidələri daha məşhurdur. Sadəcə, necə ki, biz demişdik, Rübaini ilk yaradıb Qətran Təbrizi, amma deməli, Rübai ustası tanınır, Məhsəti Gəncə və eynən bu şəkildə də Xaqani Şirvani qəsidə ustadı olaraq tanınır və klassik ədəbiyyatımızda məşhurdur dedik onun qəsidələri məzmununa görə. Baxın, bir də bu dediyi saray şairləri onun növlərini yaratmışlar. Bunlar onun formasına görə olan növü deyil, məzmununa görə olan növüdür. Yəni, məzmunca qəsidənin növləri bu şəkildə bölünür uşaqlar. Belə ki, tövhid olan növü Allahın birliyinin tərənnümü mövzusundadır dostlar. Minacat Allahın fəzilətlərinin tərənnümü mövzusunda, Allaha yalvarış məzmununda olur. Nət Peyğəmbərin tərifinə yer verilir burada. Mətiyyə saray hökmdarlarının tərifinə yer verilir. Fəxriyyə bu şairin özünün qüdrətindən danışdığı, yəni şairin özünü övdüyü növüdür. Mərsiyə və həcv isə mərsiyə müqəddəs şəxslərin yaxud yaxın adamların vəfatı münasibəti ilə yazılan janrdır. Həcv isə sırf tənqidi məzmun daşıyır ki, belə ki, qoşma, məsnəvi, müxəmməs şəkillərində olur həcvlər daha çox dostlar. Gəldik qitə janrımıza. Qitə demək olar ki, bu da beytlər formasında yazılır. Qafiyə quruluşu qəsidə və qəzəldən fərqlidir. Qəsdə qəzəldə ilk beyt qafiyələnirdisə, qitədə ilk beyt də həm qafiyə olmayacaq. Olacaq A, B, sonrakılar C, B, D, B, C, B formasında qafiyələnəcəkdir. İkinci beytləri həm qafiyə olur,
birincilər hamısı sərbəst buraxılır. Yenə bu mətlə, bu da məqtə adlanacaqdır. Sadəcə qitədə, qəzəl və qəsidədən fərqli olaraq məqtə beytdə dostlar, müəllifin adını görməyəcəksiniz orada. Yəni təxəllüs verilmir qitədə. Qitə ərəb şeir janrıdır. Mənası nə demək oldu? Parça və hissə demək oldu dostlar. Eyni zamanda, məsələn, misal olaraq göstərsək, daha çox Füzulinin qəsidələri, üzr istəyirəm, qitələri məşhurdur. Məsələn, o səbəbdən Farisi ləfzi ilə çoxdur nəzm kim, nəzm-i nazik türk ləfzi ilə ikən düşvar olur. Yəni, daha çox siz Füzulidə görəcəksiniz qitələri. Məsnəvi janrımız isə dostlar, bu da ərəb sözü olub, mənası, yəni lüğəvi mənası yenə ikilik deməkdir. Məsnəvi qəsidə, qəzəl, qitədən fərqli olaraq bütün beytləri həm qafiyə olur. Bu nə deməkdir? A, B, B, C, C, D, D formasında qafiyələnir. Yəni, hər beyt öz arasında ayrı-ayrı həm qafiyə təşkil edir burada. Məsnəvi şəklin qafiyəsi uşaqlar görürsünüz nə qədər rahatdır. Rahat olduğuna görə, ümumiyyətlə, epik növdə yazılan poema janrımız, poemanın həcmi, məzmun xüsusiyyətləri geniş olduğuna görə, məzmunu daha çox geniş hadisədən bəhs elədiyinə görə şair poema yazmaq üçün məsnəvi formasını özünə seçibdir daha çox. Buna görə poemalarımız demək olar ki, məsnəvi klassik poemalar məsnəvi formasında yazılıbdır dostlar. Çünki deyir ki, onun qafiyəsinin rahat olması şairə imkan verir ki, geniş əhvalatları əks etdirən əsəri bu formada yaza bilsin. Belə ki, ədəbiyyatımızda Əfsərəddin Xaqaninin Töhfətül İraqeyn poemasından başlayaraq klassik poemaların çoxu dedik məsnəvi formasında dostlar yazılıbdır. Və məsnəvi formasında yazılan digər əsərlər, məsələn, Nizaminin poemaları, demək olar, hamısı məsnəvi formasında yazılıbdır. Dəhnamə məsnəvi formasında yazılıbdır Şah İsmayıl Xətainin. Belə. Gəldik uşaqlar rübai janrımıza. Deməli, beytlər formasında olanları bitirdik. Gəldik dördlük formasında yazılaraq, deməli, bir bətdən ibarət olan şeir janrlarımıza. Dostlar, buraya rübai və tuyuq daxildir. Rübai ərəb şeir janrıdır dostlar. Cəmi 4 misradan dediyi ibarətdir. Əsasən 1-ci və 2-ci, 4-cü misralar qafiyələnir. 3-cü misra sərbəst olur. Demək ki, olacaqdır. Eynən, demək olar, həm rübainin, həm də tuyuğun qafiyə quruluşu eynidir. Bunların qafiyə quruluşu bizə şifaxalq ədəbiyyatındakı bayatını xatırladır dostlar. Bayatı da A, B, A şəklində qafiyələnirdi. Demək olar, oxşar xüsusiyyətlərdir. Bəzi rübailərdə isə misralar istisna olaraq bu şəkildə hər biri həm qafiyə şəklində də yazıla bilər. Rübai daha çox ictimai və əxlaqi fəlsəfi məzmun daşıyır dostlar. Lakin məhəbbət mövzusunda olan rübailərimiz də vardır. Ədəbiyyatımızda ilk rübaini dedik, Qətran Təbrizi yaratmışdır. Klassik ədəbiyyatımızda Məhsəti Gəncəvinin də rübai ustası olaraq hesab edirik. Belə ki, ana dilimizdə ilk rübai yazan sənətkar Qazi Bürhanəddin olmuşdur, yadda saxlayın. Tuyuğun ilk nümunəsində Qazi Bürhanəddin yaradıb. Ana dilində ilk rübaini də Qazi Bürhanəddin yaradıbdır. Deməli, lakin fars dilində ilk rübaini Qətran Təbrizi gətirmişdir ədəbiyyatımıza. Belə ki, rübailər əsasən əruz vəzninin həzəc bəhrində yazılırlar. Tuyuqla demək olar ki, bu bəhir məsələsi də fərqlilikdir. Ümumiyyətlə, rübainin tuyuqdan fərqi bir bəhridir, bir də türk və ərəb şeiri formasının fərqliliyidir. Deməli, normalda dördlük formasında olması, bir mətndən ibarət olması, qafiyə quruluşu, bunlar oxşardılar. Həm əsasən tuyuq, bilirsiniz, ana dilində yaranıb, ana dilində inkişaf edibdir. Rübai isə ərəb şeir janrıdır, farsça yazılıb, ana dilində də yazılıbdır. Gəldik tuyuq janrımıza. Tuyuq, demək olar, bayaqdan rübai ilə bərabər demişəm, amma yenə də deyək, türk dilli xalqlara məxsusdur. Yalnız türk dilli xalqlara məxsusdur. Qazi Bürhanəddin yaradıb 14-cü əsrdə tuyuğun iç nümunələrini uşaqlar. Deməli, və dedik ki, rübai kimi 4 misradan ibarətdir, qafiyəsi A, B, A-dır. Lakin rübaidən fərqli olaraq bu əruz vəzninin rəməl bəhrində yazılır. Deməli, rübai əruzun həzəcində yazılır, tuyuq əruzun rəməlində yazılır. Həm məhəbbət, həm ictimai mövzularda olur dostlar. Belə.
Gəldik mürəbbə janrımıza. Mürəbbə dördlük deməkdir. Yəni bəndlər formasında və 4 misradan ibarət olur. Mürəbbənin hər bəndində 4 misra olur dedik. Qafiyə quruluşu ilk bəndimiz olacaqdır. Həm qafiyə A, 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 A. Sonraki bəndlərin ilk üçü fərqli həm qafiyə, dördüncü misrası birinci bəndlə həm qafiyə təşkil edir. B, 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 A, C, 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 A, Ç, 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 A şəklində qafiyələnir dostlar. Ümumiyyətlə, bəndlər formasında yazılan şeirlərdə də yadınızda mən demişdim ki, sonda, sonuncu bənddə müəllifin adı qeyd olunursa, biz buna mühür bənd deyirik dostlar. Belə ki, 5-7 bənddən daha çox ibarət olur mürəbbə, lirik məzmun daşıyır. Ən gözəl nümunələri də Məhəmməd Füzuliyə aiddir. Gəldik müxəmməs janrına. Deməli dostlar, müxəmməs demək olar ki, bəndlər formasında yazılır, 5'lik deməkdir amma. Yəni 5 misradan ibarət olur. Qafiyə quruluşu mürəbbəyə bənzəyir, amma misra sayında fərq var. İlk bəndimiz olacaq A, 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 5 dənə A. Sonraki bəndlərdə B, 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 sonuncusu A şəklində davam eləyəcəkdir dostlar. Eyni zamanda 5-7 bənddən daha çox ibarət olur. Vaqifin Görmədim müxəmməsi, Zakirin Eylər müxəmməsi, Seyid Əzmində Cuşqul müxəmməsini siz görəcəksiniz. Belə ki, biz 5'lik şəklində yazılan bütün əsərlərə müxəmməs deyə bilmərik dostlar. Məsələn, Heydər Babaya Salam poeması Şəhriyarın 5'lik formasında yazılıb, amma poemadır, görürsünüz, müxəmməs deyil. Azərbaycan şeiri Səməd Vurğunun heca vəznində 5'lik formasında yazılıb, amma müxəmməs deyil. Gəldik müsəddəs janrına. Müsəddəs də müxəmməsdən fərqli olaraq yenə misra fərqi var. 6'lıq deməkdir. Və misra bir də qafiyəsi, ikinci, üçüncü digər bəndlərin qafiyələrində yenə də fərqi görəcəksiniz. Belə ki, müsəddəsdə ilk bənddə düzdür, hamısı A olaraq gedir 6 dənə A. Sonrakılarda isə deməli müxəmməsdən fərqli olaraq deməli müxəmməsdə necə idi? İlk 4'ü B idi, sonuncusu bir dənə A idi. Burada isə artıq misra sayına görə ilk 4'ü B, son ikisi A şəklində davam eləyəcəkdir dostlar. Və gəldik təxmis janrına. Təxmis janrında beşləmə deməkdir. Düzdür, biz hər beşliyi yenə də biz necə müxəmməsdə dedik, hər beşlik müxəmməs deyil, hər beşlik təxmisdə deyil. Deməli dostlar, təxmisdədir. Təxmis odur ki, bir sənətkar başqa bir sənətkarın bir qəzəlini götürəcək. Tutaq ki, Məhəmməd Füzuli Həbibinin qəzəlini götürübdür. Qəzəl nədir? 2 beytdən ibarət olan bir janrdır. Qəzəlini götürür, özü bunun əvvəlinə 3 dənə misra əlavə eləyir Füzuli. Bu zaman deyəcək ki, Füzuli Həbibinin qəzəlini təxmis eləyib. Yəni, onun qəzəlinin yuxarısına 3 dənə misra əlavə eləyir. Və biz buna təxmis janrı deyəcəyik dostlar. Daha sonra, məsələn, bura diqqət eləyin. İlk 3 misra deyir, Füzulinindir. Xahisin cab eyləsin fərşin Füzuli xahgil, hicr ilə mütləq yuxu görməz, göz əylənməz könül. Yarsız eşq əhlinin dinləmək mümkün deyil, dinləmək mümkün deyil. Eşq əhlinin dinlənməyi, yəni rahatlamağı mümkün deyil demək istəyir. Amma son ikisi Həbibinindir. Necə dinlənsin Həbibi sənsiz ey əndamı gül, kim batır cisminə təndə, hər tük olmuş bir tikə. Belə ki, bəndlər şəklində yazılan şeir janrları heca vəznində aiddir. Qoşma, gəraylı, təclis, bayatı. Əruz vəznində isə rübai, tuyuq, mürəbbi, müxəmməs, təxmis, müsəddəs və s. Bunlar isə dedik, yazılı ədəbiyyatda bəndlər formasında yazılan janrlarımızdır. Belə, indi keçirik epik növümüzün dostlar janrlarına. Demək ki, epik növümüz isə lirik növ necə ki, ümumiyyətlə lirik növ yadda saxlayın ki, dostlar, lira, simli musiqi alətinin adından götürülmüşdür. Deməli, mənası Yunan sözüydü. Epik növ isə epos sözündən gəlmədir. Deməli, ərəbcə mənası epos deməkdir. Danışıq, təşkiyə etmək daha çox burada əsas götürülür. Bu növün əsas əlaməti müəyyən hadisə və əhvalatın danışmaq, nağıl etmək yolu ilə təsvir olunmasıdır dostlar.
Və ədəbiyyatşünaslıqda danışmaq, nəql etmək anlayışları yerinə çox vaxt təhkiyə sözü də işlədilir, istifadə edilir və epik əsərlər ümumiyyətlə yadda saxlayın ki, süjetli olurlar. Süjet nədir dostlar? Süjet hadisənin özü deməkdir, hadisə deməkdir. Yəni bir epik əsərdə müəyyən bir mövzu, hadisə formatında göstərildiyi üçün dostlar, burada süjet olur əsasən. Və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur təbii ki, süjet. Və elə epik növdə yazılan əsərlərimiz var ki, onların süjeti yoxdur. Süjet yoxdur nə deməkdir? Orada bir hadisədən danışılmır. Sadəcə müəyyən bir şey götürülür, o tərənnüm edilir. Tərnnüm edilir deyəndə, məsələn, tutaq ki, bir misal verəcəm. Heydər Babaya Salam poeması Şəhriyarın süjetsiz poemadır, məsələn. Məsələn, bu poemada mən bir hadisə danışılmır. Sadəcə müəllifin uşaqlıq, gənclik xatirələri az-az canlanır. Yəni, konkret hadisə başdan sona danışılmır. Buna görə deyək ki, burada süjet yoxdur. Və yaxud da ki, ola bilər ki, bir əsərdə bir neçə süjet xətti ola bilər. Məsələn, Nizami Gəncəvinin Sirlər Xəzinəsi poemasının süjeti var. Amma vahid süjet xətti yoxdur. Yəni, bir neçə süjet var. Bir neçə süjet var nə deməkdir? Sirlər Xəzinəsi 20 hekayət, 20 məqalətdən ibarət olduğu üçün, bu 20 hekayətin 20'sinin də ayrı-ayrı hadisəsi olduğu üçün, ən azı demək ki, 20 dənə süjeti var deyəcəyik. Vahid süjet yoxdur, amma süjet xətti var deyəcəyik dostlar. Süjet nə demək oldu? Hadisə demək oldu. Daha sonra dostlar, epik növün janr müxtəlifliyi danışılan hadisənin yığcam və əhatəli olmasına görədir. Yəni, məsələn, hekayə daha yığcam olur, povest daha ondan geniş olur, tutaq ki, roman ondan povestdən də daha geniş olur. Yəni, janr müxtəlifliyi daha çox hadisənin yığcam və əhatəli olması ilə, iştirak edən obrazların sayı ilə bağlıdır dostlar. Və epik növdə olan əsərlər həm nəzmlə, həm də nəsrlə dedik yazıla bilər. Nəsrlə yazılan hekayələrə mənsur hekayələr, nəzmlə yazılanlara mənzum hekayə deyəcəyik dostlar. Epik növün şifahi xalq ədəbiyyatında əsas janrları nələrdir? Üzr istəyirəm, nağıldır, əfsanədir, dastandır, lətifədir. Amma epik növün yazılı ədəbiyyatda və təbii ki, əsas janrları bunlardır. Amma bunların içərisində atlılar sözləri məsələlər də daxildir. Amma yazılı ədəbiyyatda epik növün janrları isə təmsildir, hekayədir, romandır, oçerkdir, povestdir. Bu janrlar isə yazılı ədəbiyyatda olan növləridir. Demək ki, ilk öncə təmsildən gəlin başlayaq. Təmsil epik növün ən qədim janrlarından biridir və həcminə görə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti dostlar, tənqidi və satirik məzmun daşımasıdır və sənətkar insanlara xas nöqsanları, eyibləri, ayrı-ayrı əşyalar, bitkilər, heyvanların timsalında əks elətdirir. Təmsildə təbiət cisimləri və heyvanlar şəxsləndirilir. Yəni, danışdırılır, insan kimi danışdırılır və ədəbiyyatşünaslıqda buna təşxis deyilir. Təşxis ərəbcə, allegoriya isə Yunan sözüdür. Demək ki, allegoriya təmsilin başlıca xüsusiyyətidir. Demək ki, dostlar, allegoriya nədir deyəndə nə deyəcəksiniz? Təbiət cisimlərini və heyvanların şəxsləndirilməsi, insan kimi danışdırılmasına biz allegoriya deyirik və buna həm də təşxis də deyilir. Deməli dostlar, təmsil əxlaqi, tərbiyəvi və nəsihət səciyyəsi daşıyır. Və adətən təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Əsasən nəzmlə yazılır. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında təmsillər nəzmlə yazılır dostlar. Amma dünya ədəbiyyatında nəsrlə yazılan təmsillər də var. Azərbaycan ədəbiyyatında olanlar nəzmlərdir. Və ədəbiyyatımızda təmsilin ilk nümunələrində biz Nizami Gəncəvinin Sirlər Xəzinəsində rast gəlirik. Eyni zamanda İvan Krılovun ağac təmsilini keçəcəyik. Ənvər Əlibəyinin İlan və Qurbağa təmsilini keçəcəyik. Sonra Zakirin Tülkü Qurd, Aslan Qurd Çaqqal, Seyid Əzmin Eşək və Arılar təmsilini görəcəksiniz. Üzr istəyirəm, qızım. Qızım, bura bax, zəhmət olmasın. Anaya salfet gətirərsən. Get gətir anaya salfet. Üzr istəyirəm, davam eləyək. Deməli, dostlar, eyni zamanda bütün təmsillərdə dedik, allegoriya
var, amma bütün allegorik əsərlərə biz təmsil deyə bilmərik. Yaxşımı? Yəni ona görə deyək ki, bütün allegorik əsərlər təmsildir fikri əgər qarşınıza çıxsa, bunu yanlış götürəcəksiniz. Çox sağ olun. Daha sonra davam edirik. Belə ki, yadda saxlayırıq ki, dünya ədəbiyyatında nəsrlə yazılmış dedik, təmsilləri də var. Bayaq dedik ki, amma Azərbaycan ədəbiyyatında nəzmlədir. Daha sonra uşaqlar, bütün təmsillərdə bunu dedik, allegoriya var deməyimiz doğrudur, amma bütün allegorik əsərlər təmsil deyil. Demək ki, məsələn, Məhəmməd Füzulinin Bəngübadə əsəri, poeması, Söhbət-ü Əsmar poeması, 7 cam, Həft can poeması, Səhət və Mərəz deməli nəsr əsəri, bunlar normalda allegorik Səhət və Mərəz əsərləri deməli üzr istəyirəm, poemas əsərləri nədir? Allegorik poemalardır. Bircə dəqiqə üzr istəyirəm, davam eləyəcəyik. Aha. Daha sonra belə ki, bu demək deyil ki, yəni bunlarda allegoriya var deyə bunlar təmsil hesab edilir. Təbii ki, bu yanlış fikirdir. Daha sonra gəldik hekayə janrımıza dostlar. Hekayə bilirik ki, epik növün yazı ədəbiyyatdakı janrı olaraq kiçik həcmli olur. Süjetli əsərlərin bir növü də hekayədir. Süjet niyə deyirik? Yəni burada müəyyən bir hadisədən təbii ki, danışılır. Hadisə olur burada. Və təbii ki, hər bir hekayənin bir mövzusu olur, bir süjeti olur. Həcminə görə kiçik olur, qəhrəmanlarının sayı az olur. Belə ki, hekayə həm nəzmlə, həm nəsrlə yazıla bilir. Ədəbiyyatımızda mənzum hekayə ta qədim dövrlərə gedib çıxır. Yəni Nizami Gəncəvinin Sillər Xəzinəsi poemasının içərisində 20 dənə hekayət var. Bunlar mənzum formasında yazılıbdır dostlar. Eyni zamanda dedik ki, hekayənin nəsrlə yazılan ilk formasına biz demək olar ki, Abbasqulu Bakıxanov və İsmail bəy Qutqaşınlı yazmışdır. Ədəbiyyatımızda dedik, nəsrlə yazılan ilk hekayələri kim yazıb? Bakıxanov və İsmail bəy Qutqaşınlı. Hekayə janrının ən yaxşı nümunələri də 20-ci əsrdə yaradılmışdır. Hansı ki, biz Cəmə Məhquzadədə məsələn, hekayənin ən gözəl nümunələrini demək olar görəcəyik. Daha sonra keçək, bir də ədəbiyyatımızda bəzi hekayələr var ki, dostlar, bu hekayələrin sonluğu gözlənilməz sonluqla bitir. Və bu cür hekayələrə biz novella deyəcəyik, dostlar. Deməli, bəli, lap yaxşı, dərsdəyim. Daha sonra dedik ki, hekayə janrı dedik gözlənilməz sonluqla bitirsə novelladır. Məsələn, Əbdülrəhim bəy Haqverdiyevin dostlar Bomba hekayəsi, Cəmə Məhquzadənin Qurbanəli bəy hekayəsi, bunlar novelladır. Məsələn, Bomba hekayəsində orada deməli Usta Feyzullahın evinin qabağında deməli bir sıra girdə şeylər gətirib qapısına gətirildiyini görür. Tamam. Kərbəlayı Zal və görür bunun bomba olduğunu düşünür. Çünki həmin zaman o zavallı küçə ilə Qanlı küçənin kəsişdiyi yerdə dayananda Kərbəlayı Zalı böyük bir deməli fikir götürmüşdü. Çünki pristav onu da anlamışdı ki, səndən sonra gələn Qaradavoylar nə qədər bomba tapıbdı, günlə bir hadisə ilə gəlir, amma sən deyir bir iş görmürsən, ya deyirsən qocalmısan, ya da deyir ki, özünün fərasəti yoxdur. Buna və yaxud da ki, sən deyir rüşvət alırsan yəqin ki. Buna görə təbii ki, Kərbəlayı Zal fikirli halda burada dayanır. Təbii ki, insan deyir karın könlündəki, o orada fikirli dayanıb bomba axtardığı üçün oradakı qarpızı da bomba şəklində görür. Sonradan əsərin sonunda anlaşılır ki, həmin o girdə şeylər qarpız imiş, bomba deyilmiş. Buna görə gözlənilməz bitir bu oxucu üçün. Eyni zamanda Qurbanəli bəy hekayəsində Qurbanəli bəyin deməli çarşafa bürünüb axurda gizlənməsi, naçalnik tərəfindən gəlib bunun bu şəkildə tapılması sonunda oxucuya da gözlənilməz təsir olduğu üçün bu novella xarakteri daşıyır. Eyni zamanda ədəbiyyatımızda dedik, ilk məzun hekayə Nizamidədir. İlk nəsrlə yazılan hekayə fransız dilində İsmail bəy Qutqaşınlı, Rəşid bəy və Səadət xanım əsəridir. Amma ilk
ana dilində nəsrlə yazılmış hekayə isə çünki niyə ana bunu parçalayırıq? Qutqaşınlı Rəşbəy və Səadət xanım əsəri fransız dilində çap edilib 1835-də. Amma ana dilində yazılan ilk nəsrlə hekayə isə Bakı xanımın Kitab Əsgəriyyəsidir. Bu da 1837-də yaranıbdır. Daha sonra dostlar keçək oçek janrımıza. Deməli oçek demək olar ki, bu da əsasən nəsrlə yazılır, süjetli əsərlərdəndir və daha çox son digərlərlə müqayisədə dostlar son dövrlərdə meydana çıxdı oçek və oçek digərlərlə yenə müqayisədə sırf həyatda olmuş faktiki həyat materialları əsasında yazılır. Daha çox əmək adamlarının qəhrəmanlığı mövzusunda olur. Hekayəyə yaxındır, lakin hekayədən fərqli olaraq faktiki həyat materialı mütləqdir. Əsasən nəsrlə yazılır dedik oçek. Yazıcı fantaziyasına, təxəyyülünə gelib yer verilmir burada. Bədii publisistikaya daha çox yaxındır. Və təsvir və təhkiyə üsulundan burada dedik daha çox istifadə edilir. Təsvir təhkiyədə bilirik ki, epik növün əsas xüsusiyyətlərindən təbii ki, biridir. Və eyni zamanda yadda saxlayırıq ki, bədii oçekdə bədii ümumiləşdirmə və tipikləşdirmə də vacib şərtlərdəndir. Nə deməkdir dostlar? Bu ümumiləşdirmə bilirsiniz ki, bu surət anlayışında öyrənirdik biz bunu. Bilirik ki, bir sənətkar surət yaradarkən ya tipikləşdirmədən, ya ümumiləşdirmədən istifadə edir. Bu nə deməkdir? Tipikləşdirmə, yəni bir insana xas olan fərdi xüsusiyyətlərdir demək olar ki, bu, bəli, yəni bu tipə misaldır. Məsələn, misal olaraq biz Oqtay Eloğlunu göstərə bilərik, Oqtay Eloğlu faciəsindəki. Oqtay Eloğlu, məsələn, orada teatr yaratmaq istəyirdi, Azərbaycan teatrını inkişaf etmiş ölkələrin teatrı sırasında görmək istəyirdi. Bunun üçün ailəsini belə fəda eləyir, anasına, bacısına belə diqqət eləyə bilmir. Demək olar ki, bu cür insanlar çox-çox az idir. Buna görə də yəni bir obraza xas xüsusi deməli xüsusiyyətlər görəndə biz buna tipə misal olaraq göstəririk. Amma ümumiləşdirmə isə demək olar ki, bir neçə, məsələn, tutaq ki, sənətkar bir mülkədar obrazı yaradır. Həmin mülkədar həmin dövrün mülkədarlarının ümumiləşmiş obrazı olaraq verilir. Məsələn, Cəmmə Məxuzədən Xudayar bəy obrazı, Dandaş kəndinin əhvalatlarının povestindəki Xudayar bəy obrazı həmin dövrün mülkədarlarının ümumiləşmiş obrazı idi məsələn. Buna görə deyirik ki, oçekdə də bəli, ümumiləşdirmədən, tipikləşdirmədən istifadə edə bilər. Səməd Vurğunda, Mikayıl Müşfiqdə bəzi kiçik həcmli poemaları oçek səviyyəsi daşıyır. Tam oçek deyil, amma bu səviyyədədir demək olar. Niyə? Çünki faktiki həyat materialı əsasında yazılıb. Daha sonra dostlar, gəldik povest janrına. Povest ümumiyyətlə yalnız nəsrlə yazılır. Həcmdə hekayədən böyük, nəsr əsəridir. Hekayədən fərqli olaraq obrazların sayı çox olur, hadisələrin təsviri daha geniş olur. Fərqi budur dostlar. Sadəcə hekayə həm mənzum, həm nəsrlə olur, amma bu isə yalnız nəsrlə olur. Povestdə hadisələr bir neçə xətlə inkişaf edir. Obrazların təsviri daha genişdir. Və ədəbiyyatımızda povestin ilk nümunəsini Mirzə Fətəli Axundzadə 1857-ci ildə Aldanmış Kəvakib əsəri ilə qoyubdu əsasını dostlar. Bundan başqa Cəmmə Məxuzədədir, Mir Cəlaldır, Mirz İbrahimov kimi sənətkarların yaradıcılığında da biz povest janrına rast gələ bilərik. Gəldik roman janrına. Roman isə demək olar epik növün həcminə görə ən böyük janrlarından biridir və bu janrın əsas xüsusiyyəti təsvir olunan hadisələrin genişliyi, əhatəli olmasıdır. Yəni bu əsərdə dostlar, yadda saxlayırıq ki, yəni bu janrda bir obrazın anadan olandan ölümünə qədər bütün həyat hadisələri sadalandığı üçün daha geniş olur. Obrazların sayı çox olur, hadisələr daha çox olur, məzmun daha geniş olur. Buna görə deyirik ki, epik növün ən geniş janrıdır. Belə ki, roman əsasən dedik nəsrlə yazılsa da nəzmlə olan formaları da var. Məsələn, Nizami Gəncəvinin Xosrov və Şirin mənzum roman xarakteri daşıyır. Səməd Vurğunun Aygün əsəri mənzum roman xarakteri daşıyır. Çünki niyə? Qəhrəmanın bütün demək olar ki, həyat pillələrinin hamısı burada verildiyinə görə biz burada roman xarakteri daşıyır deyə bilirik.
Eyni zamanda ədəbiyyatımızda nəsrlə yazılan romanlar isə 19-cu əsrin sonlarında, 20-ci əsrin əvvəllərində yaranıb dostlar. Və ana dilimizdə yaranan ilk romanlardan biri Nəriman Nərimanovun Bahadır və Sona romanıdır dostlar. Belə ki, bəzi romanlar silsilə xarakteri daşıyırlar, daha geniş həcmli olurlar. 2 hissəli, 3 hissəli ola bilirlər. 2 hissəli romanlara dilogiya, 3 hissəli romanlara trilogiya deyirik dostlar. Belə ki, daha sonra davam eləyək. Eyni zamanda ədəbiyyatımızda məzmununa görə fərqlənən romanlar da var. Məsələn, epopeya. Epopeya dostlar, adətən deməli xalq həyatından bəhs eləyən romandır. Xalqdan bəhs elirsə biz buna epopeya deyirik. Adətən 3 hissədən artıq olur. Tarixi xarakter daşıyanlar var, məişət mövzusunda olanlar var, fantastik romanlar var, psixoloji romanlar var. Buna görə məzmunları rəngarəngdir romanların və tarixi mövzularda yazılan romanlara təbii ki, tarixi romanlar deyəcəyik biz. Eyni zamanda bir də var xatirə janrımız. Xatirə janrı isə uşaqlar, deməli, buna memuar ədəbiyyat da deyilir. Belə ki, dedik ki, burada normalda oçerk kimi faktiki həyat materialı əsasında yazılır. Lakin oçerkdən fərqli olaraq burada konkret bir şəxsdən bəhs eləmək məhdudiyyəti yoxdur dostlar. Burada əsas şərt müəllifin şəxsən iştirak etdiyi, şahidi olduğu hadisəni yazmasıdır. Oldu mu? Nə vaxtsa xatırladığı, gündəlik qeydləri, bax bunlar xatirəyə misaldır. Xatirə ədəbiyyatının əsasında müəllifin gündəlik dedik qeydləri dayanacaqdır. Bir janr kimi qeyd formalaşıb əslində. Belə ki, Cəbər Məqquzadə xatiratım, Çəmənzəminlinin Bir Cavanın dəftəri, sonra Abdullah Şaiqin Keçmiş Günlər, Ömər Faiq Nemazadənin Xatirələrim kimi əsərlər və yaxud Mehdi Hüseynin Bir ay və bir gün. Bax, bunlar xatirəyə misal olaraq verilə bilər. Deməli, oçerkdə bir şəxsdən danışılır, xatirədə şəxslər çox da ola bilər dedik. Belə. Bir də var dostlar, bizim epik lirik adlanan bir janrımız var. Hansı ki biz burada bu xüsusi bir növdür dostlar. Belə ki, bu ədəbi növdə həm epik, həm də lirik növü xüsusiyyətlərini bu özündə cəmləyibdir. Belə əsərlərdə hadisələr təhkiyə yolu ilə verilməsi ilə yanaşı, lirik qəhrəmanın hiss və həyəcanlarının tərənnümü də olur dostlar. Buna görə də daha çox lirikanın ön planda olduğu epik lirik əsərə, demək, poemaya biz lirik epik poema deyirik. Daha çox təsviriliyin üstün olduğunu isə epik lirik janr deyəcəyik. Yerini dəyişəcəyik, hansı daha çoxsa birinci onu deyirik. Belə ki, şifahi xalq ədəbiyyatında dastanlar, yazı ədəbiyyatda poema, epik lirik növü janrlarıdır. Burada dedik, hadisənin təsviri daha genişdir. Lirikada var, amma ikinci plandadır. Poema janrı ümumiyyətlə iri həcmli nəzm əsəridir. Əsasən nəzmlə yazılır və iri həcmli olur. Burada adətən müəyyən bir hadisə, əhvalat təhkiyə üsulu şəklində verilir. Lakin poemada təsvir olunan hadisələrin gedişində lirik lövhələrə də geniş yer verilir dostlar. Məsələn, Məhəmməd Füzulinin Leyli və Məcnun poemasında hadisələr qəhrəmanların həyatı ilə bağlı vahid süjet əsasında inkişaf eləyir. Deməli, burada nə dedi bizə? Lirik poemada təsvir olan hadisələrdə bayaq dediyim lirik lövhələr daha geniş olur. Deməli, Leyli Məcnunda hadisələr əsas qəhrəmanın həyatı ilə bağlı vahid bir süjet əsasında inkişaf edir. Lakin poemada qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər də verildiyini görəcəksiniz. Məsələn, Qəzəli Leyli, Qəzəli Məcnun, eyni zamanda mürəbbi janrlar verilibdir. Beləliklə, poemada hadisənin epik təsviri ilə lirik tərənnümü üzvi sürətdə birləşir. Ona görə dostlar, biz poemaya epik lirik əsər deyirik. Və hadisələrin epik təsvirinə geniş yer veriləndə epik lirik, lirik düşüncə üstünlüyü olanda lirik epik əsər adlanır. Yadda saxlayın. Gəldik, deməli, dramatik növə. Deməli, uşaqlar, dramatik növü isə
Dram sözündən əmələ gəlir, mənası göstərmək, hərəkət etmək deməkdir. Ümumiyyətlə, həyata əks etdirilmiş olaraq əyanı göstərmək burada əsasdır. Səhnə əsərləri nəzərdə tutulur dramatik növ deyərkən. Bu növün başlıca xüsusiyyəti əsərdə baş verən hadisələrin surətlərin hərəkəti və danışığı yolu ilə canlandırılmasıdır oxucu üçün. Və dramatik növdə daha çox dialoqlardan, monoloqlardan geniş istifadə olunur. Bu növdə yazılan bütün əsərlərə biz piyes deyirik. İstər komediya janrı olsun, istər drama olsun, istər faciə olsun. Buna biz piyes deyə bilərik. Dram əsəri deyə bilərik. Amma sırf dram janrı deyəndə, sırf o janrda yazılan nəzərdə tutulur. Məsələn, dostlar, həm komediya, həm faciə, həm dram. Hər üçü həm piyesdir, həm dram əsəridir. Amma dram janrı hər üçünə deyə bilmərik. Bu yerdə incə məqama diqqət etmək lazımdır. Eyni zamanda, məsələn, Axundzadə ümumiyyətlə ədəbiyyatımızda yadda saxlayırıq ki, dram janrının, yəni dram janrının deyəndə, dram janrının deməyək, belə ümumi deyək, dram əsərinin, yəni dramatik növün əsasını ədəbiyyatımızda qoyub Mirzə Fətəli Axundzadə. Mirzə Fətəli Axundzadə Hekayət Molla İbrahim Xəlil Kimyagər komediyası ilə dramatik növün əsasını qoymuşdur. İlk mənzum dramı isə Cəlil Məmmədquluzadə 1889-cu ildə Çay dəstgahı əsəri ilə yaratmışdır. Belə ki, dramatik əsərlərdə müəllif hadisələrə birbaşa müdaxilə edə bilmir, dostlar. Bu nə deməkdir? Məsələn, biz nəzəriyyədə lirik ricət deyən bir xüsusiyyət keçəcəyik əsərlərə aid olan uşaqlar. Lirik ricət yazıcı hadisəni danışır, danışdığı yerdə başqa bir haşiyə çıxır, o haşiyədən sonra əsərə yenidən qayıdır. Məsələn, Nizami Gəncəvi Xusum və Şirin poemasında Şirinin ölümü səhnəsində bir anlığına öz həyat yoldaşı Afaqın ölümünü xatırlayır. Sonra yenidən əsərə geri dönür. Bu lirik ricət deməkdir. Yəni, lirik haşiyə çıxdı. Və deyilədi burada yazıcı dostlar, əsərə müdaxilə etdi. Amma dramatik əsərdə səhnə əsəri olduğu üçün, yəni artıq əsər bir dəfə yazıldı və salam, səhnədə oynanılır. Yəni yazıcı birbaşa olaraq müdaxilə edə bilmir. Oldu mu? Bu xüsusiyyətlərlə lirik ricət anlayışı dramatik əsərdə olmadığı üçün biz deyirik ki, müəllif hadisələrə birbaşa müdaxilə edə bilmir. Və dramatik əsərlər səhnədə tamaşaya qoyulmaq üçün yazılır. Bizim ədəbiyyatımızda bəzi dramatik əsərlər var ki, məsələn, dram janrında leze dram deyə bir şey var. Leze dram ona deyilir ki, uşaqlar, bu səhnə üçün nəzərdə tutulmayan dramdır. Bunlar, məsələn, Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin Peyğəmbər dramı 1923-cü ildə yazılıb. Bu dram səhnədə oxunmaq üçün yazılmayıb, dostlar. Buna görə biz buna leze dram deyirik, yadda saxlayın. Və dramatik əsərlərin əsas qəhrəmanı əsasən müsbət və mənfi də ola bilər. İndi hadis və sürət anlayışını keçəndə orada əsas qəhrəman, epizodik sürət anlayışlarında keçəcəyik sizlərlə. Demək ki, orada yadda saxlayırıq ki, əsas qəhrəman demək, sırf müsbət qəhrəman demək deyil. Əsas qəhrəman ona deyilir ki, uşaqlar, hadisələrin gedişində müsbət və ya mənfi müəyyən rol oynayır. Əsas bir rol oynayır. Bu adama biz əsas qəhrəman deyə bilərik və dramatik əsərlərdə bu olacaqdır. Eyni zamanda şifahi xalq ədəbiyyatının da dramatik növü var. Şifahi xalq ədəbiyyatının dramatik növünə xalq oyunları və xalq tamaşaları, bir də şəbihlər daxildir. Eyni zamanda dramatik növdə yazılan əsərlər həm nəzmlə dedik, həm nəsrlə yazıla bilir. Bu növdə yazılan bütün əsərlərə biz piyes və ya dram əsəri deyə bilərik, amma dram janrı deyə bilmərik dedik. Burada bayaq izah eləmişim. Eyni zamanda dostlar, yadda saxlayın, dramatik əsərlərdə iki tərkib hissəsi olur. Bir remarka olur, bir də sürətlərin danışığı, monoloq və dialoq olur. Remarka nədir? Remarka əsərin baş verdiyi hadisənin tarixi, yeri, sürətlərin hərəkəti, ruhi vəziyyəti haqqında qısa məlumat verən hissədir. Məsələn, dramatik əsərlərdə görmüsünüz, başda verir. Məsələn, Anamın kitabında Zəhrə bəyim 60 yaşında, oğlu Rüstəm bəy Rus intelligenti libasında, 22 yaşında, Mirzə Məhəmmədəli İran libasında, İran təhsili almış. Görürsünüz, hadisənin tarixi, yeri, məkanı,
iştirak edən surətlər, onların geyimi, onların yaşı barədə məlumat verən hissəyə dostlar biz remarka deyilir. Remarka yalnız buna görə dramatik əsərə xas olan bir xüsusiyyətdir. Remarkanı lirik və epik əsərdə görməzsiniz siz. Deməli, remarka ancaq nəsrlə yazılır, bir də yadda saxlayın. Əsasən əsərlərin əvvəlində və ya remarka bir də həm də bilirsiniz nədir? Remarka əsasən yazıcıya və üzr istəyirəm, rejissora və aktyora yol göstərmək üçün qoyulan bir hissədir yazıcı tərəfindən. Yəni aktyor və rejissorlar üçündür əsasən. Bir də remarka məsələn əsərin ortasında, orta müəyyən hissələrində, məsələn tutaq ki, deyirsən ki, Rüstəm bəy indi keyfsiz halda açkidən gözünü çıxartıb baxdı deyəndə bunu orada səhnədə oxumurlar. Yəni remarka səhnədə oxunmaq üçün yazılmır. Rejissora yol göstərir. Rejissor da onu aktyora öyrədir ki, bu hərəkəti bu anda eləyəcəksən. Oldu mu? Bu mənada remarka yalnız nəsrlə olur, aktyor və rejissorlar üçündür, rəssamlar bəzən də əsərə musiqi bəstələyəcək bəstəkar üçün yazılır. Remarka müəllif göstərişləridir, buna görə icra üçündür, yəni səhnədə həmin vəziyyəti yaratmaq üçündür. Hissələrin əvvəlində və ya mötərizə daxilində verilə bilər. Bəzən belə bir sual olur, deyir, mötərizə daxilində verilmiş sözlərin işlənmə məqsədi nədir? Təbii ki, burada deyil bizdən remarkanı soruşur və remarkada səhnədəki dil vəziyyəti göstərmək, aktyor və rejissorlara göstəriş rolunu oynamaqdır. Bunu da dedim bayaq. Bir də var surətlərin danışığı. Uşaqlar, dramatik əsərin bayaq nə dedik? Mətni iki yerə bölünür. Remarka, bir də surətlərin danışığı. Remarkanın nə olduğunu bildiniz. Gəldik surətlərin danışığına. Surətlər də iki şəkildə danışır. Ya dialoq, ya monoloq şəklində. Monoloq əsərdəki surətlərdən birinin öz-özünə tək danışığına deyilir. Əsasən baş qəhrəmanların dilindən verilir. Məsələn, Müsbət Fəxrəddin əsərində deməli, Necət bəy Vəzirovun, orada Rüstəmin monoloqu var, sonra Səadətin monoloqunu görəcəksiniz, sonra Cəmə Məkkuzadənin Ölülər trajikomediyasında İskəndərin məşhur monoloqu var, sonra Hüseyn Cavidin İblis əsərində İblisin məşhur monoloqu var. Nədir? Tək səslilik, bir obrazın danışığıdır, öz-özünə danışıqdır. Bir də var dialoq, bu iki və daha artıq adamın söhbətinə deyilir dostlar. Ən azı iki surətin danışığı şəklində yaradılır. Daha sonra bir də dramatik əsərin janrlarına gəlin baxaq. Ümumiyyətlə, dramatik növün yadda saxlayın ki, 3 əsas janrı var. Komediya, dram, faciə. Komediya, uşaqlar, Yunan sözüdür. Mənası keçilər mahnısı deməkdir. Gülməli, humorlu məzmun daşıyır. Ki, buna biz komediya deyirik belə əsərə. Komediyalar nəsrlə yazılır. Oldu mu? Nəsrlə yazılır. Komediyanın ilk nümunələrini Mirzə Fətəli Axundzadə yaratmışdı. Demək ki, 1850-də, yəni 19-cu əsrdə yaranıb. Azərbaycan ədəbiyyatında dramatik növün əsası da məhz bu komediya ilə qoyulub dostlar. Komediya janrı ilə qoyulub. Və komediya ictimai həyatdakı, insan mənəviyyatındakı çatışmazlıqları göstərir və onlara gülür dostlar. Və komediyada humor, həm də satira ünsürləri görəcəksiniz. Satira nədir? Tənqid edici gülüş deməkdir. Gülüşün növləri var burada, yəni. Humor nədir? İslah edici, yəni yazıcı burada yaratdığı obrazın halına acıyır deməkdir. Deməli, humor, bayaq dedik, tərbiyə və əhəmiyyət daşıyır, sənətkar qəhrəman halına acıyır, onlara düz yol göstərmək üçün göstərmək istəyir. Məsələn, dostlar, Mirzə Fətəli Axundzadə Hekayət Misyo Jordan Canikün məşhur əsərində orada siz Xampəri, Şərəflisə, Şəhrabanı obrazlarını görəcəksiniz. Onlar gülüş hədəfidir, amma humorlu gülüş hədəfidir, dostlar. Satirik gülüş hədəfləri deyirlər. Niyə? Yazıcı onların avamlığına sadəcə gülür, onlara yazığı gəlir. Məsələn, Cəmə Məkkuzadənin Poçt qutusundakı Novruzəli. Bu da humor hədəfidir. Yazıcı onun halına acıyır ki, hə, divan xalından başqa bir yer tanımır. Amma satira isə ifşa edici, öldürücü gülüşdür. Məsələn, Cəmə Məkkuzadənin Qurbanəli bəy hekayəsindəki Qurbanəli bəy obrazı dostlar, deməli, satirik tənqid hədəfidir. Və humor və satira başqa əsərlər üçün də səciyyəvidir, sadəcə komediyada olmur. Gəldik faciəyə. Faciə isə
Nədir? Faciə qəhrəmanla ictimai mühit arasındakı kəskin ziddiyyətləri əks elətdirir. Qəhrəmanın ölümü və ya arzuların puç olması ilə nəticələnən dram əsərinə biz faciə deyirik. Faciə qəhrəmanları böyük amallar uğrunda mübarizə aparırlar və adətən həlak olurlar sonda. Buna görə də ədəbiyyatımızda dedik, ilk faciə nümunəsində Nəcəf bəy Vəzirov yaradıb Müsbət Fəxrəddinlə 1896-cı ildə. Faciələr iki formada yazılır. Nəzmlə də yazıla bilər, nəsrlə də yazıla bilər. Komediyadan fərqli olaraq. Nəzmlə yazılan faciəyə mənzum hekayə, üzr istəyirəm, mənzum faciə, nəsrlə yazılan mənsur faciə deyilir dostlar. Faciə janrında, məsələn, Hüseyn Cavidin İblis faciəsi nəzmlə yazılıb, Şeyx Sənan faciəsi, Ana Məzlum faciəsi nəzmlədir. Sonra Cəfər Cabbarın Oqtay Eloğlu faciəsi bu nəsrlə yazılıbdır. İlk nəsrlə faciəni Müsbət Fəxrəddindir. İlk mənzum faciə Hüseyn Cavidin Ana Məzlum faciəsidir. Daha sonra tarixi mövzuda yazılan faciələrə də tarixi faciələr deyilir. Belə ki, 1895-ci ildə Ağnaməd Şah Qacar əsər faciəsini Əbdürrəhim bəy Haqverdiyev yaratmışdır. Deməli, tarixi faciədir. Daha sonra keçdik dram janrına. Dram müsbət qüvvələrin, mütərəqqi, yəni tərəqqiyə, inkişafa açıq ideyaların qələbəsi ilə nəticələnən əsərdir. Dram əsərinə biz dram janrı deyirik. Dram janrı kəskin ziddiyyətlər üzərində qurulur. Lakin sonda baş qəhrəmanın qələbəsi ilə bitir. Məsələn, faciədə baş qəhrəman cismani cəhətdən ölür, həlak olur. Amma mənəvi cəhətdən qələbə qazanır. Amma dram əsərində baş qəhrəman ölmür, qələbə qazanır. Komik və faciəvi hallar da özünü göstərir. Yəni, faciəvi hal dramda da özünü göstərə bilər. Tamamilə biz buna faciə deyə bilmərik. Nəsrlə yazılan dram janrının ilk nümunəsi Nərvanovun Nadanlıqdır, piyesidir. Nəzmlə yazılan ilk dram əsəri isə Cəlil Məmmədquluzadənin Çay dəstgahı əsəridir. Oldu mu? Əvvəlki dövrlərdə deyilirdi ki, Mirzə Fətəli Axundzadənin deməli, Keçərdi Xırs Quldurbasan komediyasına dram janrı deyilirdi əvvəllər. Sonradan bu düzəldildi, dəyişdirildi. İndi ilk dram əsəri nəzmlə yazılan, deməli, nəsrlə yazılan Nadanlıq piyesidir Nərmanovun, amma nəzmlə yazılan Çay dəstgahıdır 1889. Tragikomediya isə dostlar, faciə və komediyanın birləşiyindən, qarışığından yaranan bir janrdır. Əsası Cəlil Məmmədquluzadə tərəfindən qoyulub. Ölülər əsəri ilə 1909-da. Bu janrda hadisələr həm faciəvi, həm komik planda verilirlər. Belə ki, Cəlil Məmmədquluzadənin Anamın kitabı, tragikomediyası, Dəli Yığıncaq əsərləri də bu janrdadır dostlar. Belə demək olar ki, bugünkü dərsimizdə bu qədər. Gələn dərs izahlarımızda görüşənə qədər. Dərsi saxlayın, sonra biz davam edəyik.